mənim həm yerlimdir, belə qanunlar. Yerlibazlığı aradan qaldırmaq üçün onu da axıra saxladım ki, yəni yerlibaz olmamakda olar. Bir örnək göstərdim. Hə, buyurun, Mərziyə xanım. İlk öncə salamlayalım mərkəzi. Əsədlərin bayaqdan deyib ki, Sadə xanım kitab haqqında danışım. Mən də 30 ilə yaxındır ki, Sadə ilə eyni şöbədə işləyini fəaliyyət göstərirəm. Əslində Sabir müəllim dedi ki, bu kitab 5 aya, 6 aya yazılar. 30 ilə qədər zamandır ki, kitab yazılır. Biz Qarabağ Savaşı, birinci savaşda təbii ki, torpaqlarımız hər zaman işğal altında olanda biz təbii ki, həm şairlərimizin, roman müəlliflərimizin yaradıcılığında o bədbin ruhu görürdük və o biz bunu ürək arzusu ilə qələmə alırdıq. Mən onu demək istəyirəm ki, Sadənin, yəni bizim şöbə, üstəlik döyüş şöbəsi ümumiyyətlə Qarabağ mövzusunu araşdırmaqda belə deyim ki, Azərbaycanda bir növbədir. Çünki biz buna görə ki, İsa müəllimin əməkdaşlarıyıq. Biz ona görə ki, Azərbaycan Milli Elm Akademiyasının ədəbiyyat elm məbədində çalışırıq və bu bizim ən doğal haqqımızdır və bu bizim eyni zamanda vəzifəmizdir, borcumuzdur. Nədir bəs Sadə xanım digər vətənpərvərlik mövzusunu yazan ədəbiyyatşünaslardan fərqi? Sadə xanımın kitabı kimdir? Sadə xanımın dürüstlüyü, əqidəsi, Sadə xanımın cəsarəti, bayaq seçmədən çox gözəl dedi. Sadə xanım bəzən biz bir hadisələrə münasibət bildirəndə biraz belə deyim, tərəfkeşlik edirik, amma Sadə xanımda bu yoxdur. Məhz elə bu kitabın içərisində də mən çox ürəklə oxudum. Birinci kitabın əsas deyə olar ki, məsləklərindən öndə gedən odur ki, Sadə xanımın xarakteri bu kitaba olur. Onun əqidəsi, onun dürüstlüyü, onun belə deyim, bir ziyalılığı bu kitaba olur. Bir onu qeyd istəyirəm ki, bizim kitablarımızda tədqiqat yönümlüdür, araşdırmamız tədqiqat yönümlüdür. Biz hər hansı bir poeziyanın, romanın belə deyək, tədqiqatçıları kimi onun romanın üzərində çalışırıq, araşdırırıq, tədqiq edirik. Amma Sadə xanım önəmli mütəhəssib ondan ibarətdir ki, Sadə xanım bir kişi qədər cəsarətli bir işə qol qoyur. O, nəzəri baxımdan bu ədəbiyyat nümunələrini təhlil edir. Bax, Sadə xanımın ən gözəl özətlərindən də bunu da qeyd etmək istəyirəm. Sadə xanım qorxmazdır. Sadə xanım 30 il ərzində demək olar ki, çox insanlar tərəfindən həmişə belə deyil, o cəsarətinə görə, o münasibətinə görə, hadisələrə real yaraşdığına görə dəfələrlə demək olar ki, Sadə xanımı yer çəkmək istəyirlər, ona mübarizə qalmaq istəyirlər. Sadə xanım illərlə mübarizə var, mən onu deyərdim. Mən Sadə xanımın gücü ondadır ki, Sadə xanım bu günləri hər birimizin qarşısına belə bir kitab qoyub və onu da qeyd etmək istəyirəm ki, bu kitablar hər birisi baxmayaraq ki, yazıçıların, şairlərin yaradıcılığı zamanında o göz yaşadıqlar. Biz də eyni zamanda bir tədqiqatçı kimi həqiqətən də o əsərləri təhlil edəndə ürək ağrısından, qəlb ağrısından onları təhlilləmişik. Bu çox böyük şeydir. Yəni, bəzən şəhid anası, şəhid valideynləri burada çıxış elədi. Mən ona qeyd etmək istəyirəm ki, bizim bu işimiz hələ sizin gördüklərinizin müqabilində heç nədir. Mən düzdür, Sadə xanımı qiymətləndirirəm. Üstəlik Dürrazına Eyvaz qiymətləndirirəm. Eyni zamanda bu yaxınlarda 3 noyabr tarixində Akademiyanın inşa edildiyində məhz Ali Baş Komandanın bizim institutumuza gələrək bütün demək akademiyacıların təbrik eləməsi və eyni zamanda ana dili məsələsinə yenidən önəm verməsi. Yenidən deyəndə, yəni o özü də qeyd elədi ki, 10 il ərzində mən ümumiyyətlə akademiyada olmuşam və bizim Azərbaycan dilində olma münasibət. Mən deyərdim ki, artıq bizim əməkdaşımız Sahidə Şərifova Ali Baş Komandanın 3 gün əvvəl dediyi o fikirlərə də öz münasibətini bildirir. Sadə xanımın kitablarının demək olar hər birində gözəl ana dilimiz, ana dilimizin ümumxalqlığı, saflığı diqqət çəkir. Çox danışmaq istəmirəm, məclisin sonudur. Sadə xanım olaraq və bərabər çiyin-çiyinə işləyək. Biz necə deyirik, həmişə bir-birimizə dayan olar, mən təbrik edirəm. Çox sağ olun, Mərziyə xanım. Mən sizin bu qədər gözəl natiq olduğunuzu bilmirdim. Çox çıxışlar, bugün ən gözəl çıxışlarınızdan birini elədim.